Salam, hər vaxtın xeyir olsun. Biz evimizin işlərini qurtardıq. Burada o birisi videomuz da var. Çəkilişi var, yığılışı var. Bir dənə bu 40 kilovatlıq kombi idi. O 50 kilovatlıq kombinin yerində idi. Və bu bolleri də əziz izləyicilər, bu 40 kilovatlıq kombi ilə istifadə edirlər. Həm 3 mərtəbə evi, Plus-da evin də böyük tərəfində bir nəfər yaşayır, onu da təmin edirdi. Həmən bu 40 kilovatlıq. O da heç eləməsə ondan yaxşı idi. Belə desək çatdırmır. Gücü çatdırmadığına görə və burada çəkilişi bambaşqa cürə çəkiblər. Belə deyilməyəcək dərəcədə. İndi mən sizə izah edeyim. Baxın, bax burada əziz izləyicilər. Bu iki dənə boru bu tərəfə gedən tərəfdir də. Belə desək axıran qalır bu hissədə. Bax orada. Axıran qalır. Bir radiatordur, sanitar qovşaqdır, stipoldur, sanuzeldir. Bir də ki, adı nədir? Bu mətbəxdəkin heç nə yoxdur burada. Bu borunu götürüb o tərəfdən hardan bilmirəm. Gətirib bu 3 mərtəbə evə birləşdiriblər. Görün, mən bu kombiyə təzyiq vururam. O birisi kombidə də təzyiq qalxır. Fikir ver, amma ev sahibi deyir ki, o ayrıdır. Ayrı deyil. Buradan ayrı gedir. Şkafın dalından keçir arxa tərəfindən. Buralardan hardansa birləşdiribdir. Onu görə bilmirəm. Bundan qabaqki videoda var. Girib baxarsınız YouTube kanalında. Görün buranı nə günə qoymuşlar. Burada mənim məsləhətimlə ev sahibi dedi. Siz nə deyirsiniz? Onu da çəkək, qoşaq ki, Licbə əldə istilik eləyək. Bura biz 50 kilovatlıq Robello kombi qoyduq. Və əlavə devriyə motoru vardı. Bu 40 kilovatlığa qoşmuşlar. Onu da götdüm, qoydum. Qırağa qoymamaq üçün dedim qoyulsun, heç nə olmaz, ziyanı yoxdur. Bax əziz izləyicilər, altın çıxışı da belə desək 25'lik borunun, belə dəmir borununda, onun diametrindədir çıxışları. Yığdım, hazırladım. Bax bu kombi işləyir. Bu həm bollerə baxır. Həm də bu xarab olsa bunun da yerinə işləyir. O da bunun yerinə işləyir. Elə qoşmuşam ki, hər ikisindən də istifadə edə bilərsən. Bollerin də içini təmizləmişəm. Orada videoda var. Budur, od kimidir. İpsti isinir. Sirkulyasiya motoru da var. İsti suyun. Bura çox bərbad gündə idi. Hələ buranı mən bu vəziyyətə gətdim, çıxartdım. Ev sahibi dedi, Allah köməyin olsun ki, bunu bu cür çəkdin. Şunurlar zat hamısı çox bərbad gündə şeyliflər də. İndi isə əziz izləyicilər, bax, budur. Görürsünüz, kombinin altından mən Amerikanka ilə çəkirəm ki, niyə? Qoy suyun axımının qabağını almasın. Suyun axımının qabağını alanda problem yaşadır. Bax, biz bu ventilləri açsaq, bir də onu açsaq, bunları bağlasaq, bu kombi ilə işləyir. Onları bağlasaq, işləmir. Yəni, bunu elə qoşmuşam. Qaz manometridir və qaz regulyatordur. Hərəsinin ayrı-ayrı. Bax, görürsünüz, bunun budur, bu kombiyə gedən, bununki da bu. Bir regulyatordan hər iki kombiyə vermək olmaz. Çünki, belə desək, bu qaz sərfiyyatı 20 barda işləyirsə, 2 kombi işləyəndə o heç nə alınmır. Düzgün alınmır. Havalarını çıxartmışıq evə gedən kombimizin. İndi isə gedək evlərin də çəkilişini eləyək. Ventilləri dəyişmişik. Ventilləri dəyişmişik. Və giriş çıxışı alt üstü idi. Dedi, ev remontu pis günə qalar. Evi remont elətdirəndə dediyin kimi ventillərin hər ikisini altla qoşulmasını eləyərik. Keçək indi isə evimizə. Deməli, bax, burada bizim suşulkadır. Ventilini dəyişmişik. Bax, gördüyünüz kimi təzə ventillər qoyduq. Öz ventilləri çox bərbad gündə idi. Budur. Bax, budur. Bu niyə belə əsir? Işıqdan deyil, heç işıqdandır. Bu da bizim mətbəxin 2 radiator. Bunu əziz izləyicilər görün.
Ventilin ara məsafəsinə baxın. İndi isə bu hava çıxan yerə baxın. Görün, belə iş görmək olmaz. Vallahi danışanda deyirlər ki, niyə pisləyirsən, niyə kimsə dalından danışsan. Belə şeyə bax, indi orada biz əziyyət çəkirik. Burada gör nə boyda yer var, 4 barmaq yer var. Bunu çək bu tərəfə, o hava yerdə biraz gəlsin ki, heç olmasa havasını çıxardaq da. Olmaz axı belə şey. Ventilləri dəyişmişəm. Bax budur. Bu ventili açamadım. Bu ventili tangitlə nətər bağlayıblarsa, shifti açılmadı. Nə illah elədim, açılmadı. Bunu aça bildim, amma onu açamadım. Bunun ventilini dəyişdim. Görün, hamısını aparıb hava purjorları çıxan yeri gör nə boyda aparıb divara sökürlər. İndi hələ o birisilərə də baxın. Görün, bu belə şey olmaz eyvallah. Bu işi görəndə gərək düzgün görəsən. Yazıqlar bilmir, başları çıxmır. Budur, buna bax. Abi, bu ekran nə tərəsirik? O ışıqlandı. Elə. Işıqlandı. Budur, buna bax, sən Allah gör. Buradan nətər hava çıxardasan, buna bax bir gör. Bir barmaq burada yer var. Beləsinə belə suya nə deyəsən, valla adam qalırsan belə. Əziyyət çəkirik, biz burada itin zülümünü çəkirik bunun havasını çıxardana qədər. Buna bax, burada haçar işlədəsən, nətər eləyəsən. Nə bilim, deyiləcəkdir bir şey, valla. Ev sahibi yazıq da beləcə qalır deyir, valla pulunu vermişəm, getmişəm deyir, gəlib bu cür iş görürlər. Bax, belə olmalıdır, görsən, bax, bax. Aparıb bütün sökürlər şeyə, pis günə qoyurlar. Yazıqlar qalır belə. Çıxaq ikinci mərtəbəyə. İkinci mərtəbəndə o günə qoyublar. Zulmumuza bax, Allah hamd olsun. Hələ buna bax. Bax, gör. Burada yer var. Sağa krantı çəkə bilərdin. Ancaq burada buna bax. Bir dınqılı yerdə. Bunu bir balaca çək belə də nə olar ki? Dəyişətdir, Allah hamd olsun belə. Hələ ki, bu otaq. Bura yaxşıdır. Bax, belə görürsünüz, bax. Hansı yaxşıdır, çəkirəm. Yəni, gedib o birisini çəkmirəm ki, görsən, bunu da çəkirəm ki, bax, görsən, burada hava yeri var. Yəni, burada düz eləyibsə düz deyirəm, səhv eləyibsə səhv deyirəm. Yəni, qoşulma da söhbət yox, 50% silik verir, evi yox, içi bu. Ən azından hava yerini heç olmasa düzgün qoy da, bölgüsünü düzəməlli böl. Bax, burada yaxşıdır, görürsünüz, baxın. Bax, burada qəşəkdir, bax, görürsünüz, yəni, hası normaldır, çəkilişini eləyirəm. Baxın, burada da. Yaxşıdır. Bax, burada rahat əl hərəkət edir, havasını da almaq olur. Problem yoxdur. İndi gələk çıxaq bura. Bax, görürsünüz, burada da çox darız qaldı. Bax, o radiatora baxın, görürsünüz. Bu radiatora baxın. Burada da yeri var. Burada 3 santı krantı sağa tərəf çəkə bilərdi. Çəksəydi, heç bir problem olmayacaqdı. Yəni, yer var. Yer olmasa, deyərəm, yer yoxdur. Keçək bura. Bura da yaxşıdır. Budur. Bura yaxşıdır. Bax, belənçi olmalıdır. Nə olar ki, indi bu işi serumla görürsən sən. Bax, burada da. Düzdür. Var, amma azdır yenə də. Bax. 3 sant olar məsafə. Orada da çəkib ən azından çəkə bilərdi. Keçək. Qoy. Açarı burada qoyubdur. Bu açarı götürək. Çıxaq mansarı. Murat, mansarda işıq var? Yox, işıq yoxdur. Hələ. Mansarı elə qoymayıblar da, belə deyil. Onda da, elə ora da, elə onsuz da mansar üzdədir. Mansarı heç çəkməyə ehtiyacdır. İstəyirsən yenə də qalsın, yəni burada işıq saxlamışam, görünər. Nə, telefonla? Onda qoy gəlin.
Bu da mansardır, bax, 3 mərtəbədir. Gördüyünüz kimi, yəni yalan danışmırıq burada. Budur. Bax, bu da budur. Radiatorımız da burada. Elə işıq oradan tut. Bax, bu kır, ventil de açılmadı. Bu da açılmadı. Elə bağlayıblar ki, o rekord da dibindən fırlanır, o da gedir, içəri tərəfə gedir, onda da qalırıq belə. Görün, bura tut, görün, nədir qoyublar, nə bax. Hava pırjoru qoyublar, görün. Nə bilim, belə deyilməyəcək dərəcədədir. Danışmaqla da o şey deməli, bütün adam əsəbləşir. Çıxartdın havanı, gedim xodduyum. O ikisi, onda ki, gedirəm, yaxşı. Bura mansar idi, bura 2-ci mərtəbə. Və burada 1-ci mərtəbədir. Bax, gör nələr açıq. Bax, burada bu kəsilən əzizləyicilər. Bax, bax. Bax, bunlar da, bax. Görürsünüz. Bax, bu vintildir. Altından, kombin altından kəsib çıxartdığındır. Bax, o silib. Bu şarkavoydur. Bax, krantı açıb bağlayırsan, içərisindəki şarkı görsən. O, eyni qaydada da qalır. Nə sağa fırlanır, nə sola fırlanır. Budur, görürsünüz, bax. Açıb bağlayırsan, bax, o qaydada da qalıb. Bax, görsən, bax. Fırlanmır, nə sağa, nə sola. Bax, oradaydı. Bax, o birisi videoda var. Bax, 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 buradaydı. Bunu mən, belə desək, buradan rekoru kəsdim. Yondum, elə vurdum paykanda. Divarı dağıtmadım. Görürsünüz. Bunlar buradaydı. Padaça və abratka. Bunu ora özlə pay da qoymamışlar. Yəni, zülümünü çəkirik də. Yəni, bu, valla, bu naşı ustaların əlindən da yığılmışıq boğaza. O çağırır, bu çağırır, gəlib baxırsan, pis günə qoyublar. Ev sahibinin özü deyir, valla, pulunu, özü də material da qəşək materialda onu deyim sağ. Yəni, türk malı alıblar, təmiz, adamın üstallıq var. Amma sadəcə olaraq gördükləri iş sıfır. Sıfırın sıfırıdır, yəni gördükləri iş. Da nə deyəsəmdir, bu bollerimiz sinifdir, qəşək od kimidir. İsti suda gəlir, xodladığımız indi idi. Bu bollerin içindən çıxan ərpə baxın, o birisi videoda var çəkilişdə. Deyilməyəcək dərəcədə ərp çıxdı da içindən. Əlimi saldım, yeri vardı türkün misalı. Zorla ta bir təri də olsa təmizlədim. İndi isə budur əzizləyicilər. İndi buna bax, buna iş demək olar. Yoxsa qabaqçı kimin o qabaqçı görüntü var, video var. Ona girin baxın və indi baxın. İndi düz deyil, tam bu işi mən müdaxilə eləyə bilmirəm. Yəni ev sahibi də deyir ki, nə Allah köməyin olsun ki, sən bunu o cür şeyi bu cür qaydaya gətirdin, çıxartdın. Yəni çox yaxşı, xoşuma gəldi. İndən sonra deyir, bizim işimizi siz görərsiniz. Yəni ki, valla belə götürəndə haqq kəsən adam da deyirlər. Pulun da artıqlamasından verirlər. Ancaq bu ustaların belə iş görməkləri olmaz. Bir yerdən çörək qazanırsansa, yeyirsənsə, ona gərək haram qatmayasan. İşini səliqəli və təmiz görəsən. Olmaz. Halallıq gözəl şeydir. Təmiz iş görmək yaxşı şeydir. Elə şeyin ömrü yoxdur. Valla. İşinizi çalışın ustalar. Yaxşı görün. Səlqəli görün. Valla rozinizi də Allah başınızdan tökəcəkdir. Başqa nə? 5 günlük dünyada hamı ölüb çıxıb gedəcək. Bu dünyada kim qalası tikin. Odur ki, indi mən neçə ustalar var, onlara məsləhət verirəm, işləyirlər. Valla. Heç nə təmənnasız. Nə pul alıram, nə bir şey. Sadəcə deyirəm, işinizi səlqəli görün, olmaq vəs eləyir.
Hələlik bu qədər əzizləyicilər. İnşallah növbəti videolar olacaq. Mən çəkiliş eləyib paylaşacağam. Sizlər də abunə olmağı unutmayın. Sizlərin abunə olmaq bizlər üçün çox önəmlidir. Sağ olun. Hələlik bu qədər əzizləyicilər.